Deməli uşaqlar, molyar qatılıq C bərabərdir. M maddə bölək. Bayaq burada böyük M yazmadım. M maddə bölək. Molyar kütlə vuraq. V həll ediciyə bərabərdir. Həll edici yox. V məhlula bərabərdir. Məhlulun həcmi. Vuraq 1000. Dediyim kimi, əgər millilitrdən verilibsə, 1000-ə vurmaq lazımdır. Yox, əgər millilitrdən verilməyibsə, litrdən verilibsə, ehtiyac yoxdur. Siz sadəcə olaraq millilitri litrə çevirib 1000-ə vurmaya da bilərsiniz. M maddə bölək, böyük M vuraq V məhlul. Və ya C bərabərdir, nü bölək V məhlul kimi hesablaya bilərsiniz. Bu nü həll olan maddənin miqdarındır, həll olan maddə. V isə məhlulun həcmidir. Bax, həll edicinin yox, məhlulun həcmidir. Mən hər dəfə 1000 yazıram ki, əgər burada millilitrdən verirsə, ondan istifadə edirik. İndi gəldik üçüncüyə. Üçüncüdə yazıb ki, 0,5 mol bölək litr qatılıqlı 400 milli məhlulda neçə mol həll olan maddə var? Artıq bizə C verilib, C bərabərdir 0,5, həcm verilib, V bərabərdir 400 milli, o da 0,4 litr deməkdir. Neçə mol həll olan maddə var? Sadəcə olaraq bu düsturdan istifadə edəcəyik. Bura 0,5 qoyuram, bura 0,4 qoyuram, vururam, nü bərabərdir alınacaq 0,2, maddə miqdarım 0,2-yə bərabər olacaq. Sonra, məsələn, 8-ciyə baxın, həll olan maddənin kütləsi sabit temperaturda molyar qatılığının məhlulun həcmindən asılıdır. Təbii ki, həcm məxrəcdə yerləşdiyinə görə həcmdən tərs mütənasib asılıqda olacaq. B variantına uyğun gəlir. Sadəcə düsturdur, düsturda aparıb yerinə qoyacaqsınız. Bir də onu deyim ki, qatılığın vahidi qram bölünmüş litrə bərabər, daha doğrusu mol bölünmüş litrə bərabərdir. Mol bölünmüş litrə bərabərdir və əgər kütlə ilə veribsə, hətta M maddə bölək molyar kütlənin də vahidi qram bölünmüş litr yenə də ixtisar olunub mol bölək litrə gələcək. Bir də uşaqlar molyar kimi göstərilir. 3 molyar, 5 molyar, 10 molyar. Məsələn, 5 molyar o deməkdir ki, 5 qram bölünmüş litr. Daha doğrusu mol bölək litr. 10 molyar o deməkdir ki, 10 mol bölək litr və s. İndi gəldik o biri səhifədə. Məsələn, 14-cü necə eləyirik? Yazıb ki, 40 millilitrdə, 40 millilitr. Deməli, həcm nə qədərdir? Həcm 40 millilitrdir. Maddənin kütləsi verib 8 qram, M bərabərdir 8 qram. MR də neçəyə bərabərdir? 40 qrama bərabərdir. Artıq biz burada deməli, qatılığı tapmaq üçün M maddə bölək böyük M vuraq V məhlul düsturundan istifadə edirik. M maddəm 88 qramdır. Böyük M 40 qramdır. V də burada 40 millidir. O da 0,4 litr deməkdir. Təzədən burada litrə çevirdim də. Daha təzədən burada 1000-ə vurmağa ehtiyac yoxdur. 8 bölək 40 vuraq 0,4 ifadəsindən həll edib tapmaq mümkündür uşaqlar. Ondan sonra biz qatılıqda keçmişdik bunu. Əgər bir neçə maddəni qatırıqsa, M1 omega 1, bax M1 omega 1 üstə gələk M2 omega 2 bərabərdir M son omega son düsturundan istifadə edirdim. Məsələn, deyirdim ki, 500 qram 20% üstə gələk, nə bilim 200 qram 50% qatışdırıb, sonda 500-dən 200-ü toplayıram ki, məhlulum bu qədərdir, amma faiz toplanmır da. Sadəcə bu düsturdan M1 omega 1 üstə gələk M2 omega 2 bölək M son gəlib omega sonunu tapırdım. Eyni ifadəni də burada yazırıq. Elə bil ki, C1 V1 üstə gələk C2 V2 həcmləri cəmi bölürəm. V son, C son. Bayaq dediyim kimi, qatılıqlar toplanmaz kəmiyyətdir. Sadəcə bu yoldan hesablaya bilərik. Məsəl üçün, deyir ki, 2 molyar, tutaq ki, qatılığı 2 molyar 5 litr, qatılığı 3 molyar, nə bilim 6 litr. Bunları qarışdırırlar. Sonda alınan məhlulun qatılığı tap. 5 litrdən 6 litr eləyir 11 litr. Sonda C sonu da tapmaq üçün, bax, bunları cəmləyib böləcəksiniz 11-ə. İndi mən burada düzgün olmayan rəqəmlər qoydum, cavab tam çıxmayacaq. Yəni, deməyəm odur ki, bunları qarışdırıb böləcəksiniz 11-ə, sonda qatılığı alacaqsınız. V sona bölməkdən tapılır.
Bir də qatılıqda əsas düsturlardan biridir uşaqlar. Orta məktəb dərsliyində var, vəsaitlərdə yoxdur. Siz onu qeyd edin. Məncə qırmızı vəsaitdə var, amma güvəndə rastıma gəlməyib. 10 rho omega bölək m. Düzdür, bu düsturun çıxarılışı var. Məsələn, aparıb yerinə qoyacaqsınız. S bərabərdir, nü bölək V ifadəsində. V-nin yerinə M maddə bölək böyük M. V-nin yerinə məhlulun axı həcmidir. Məhlulun kütləsi bölək rho gedib bu düsturu alırsan. Amma uzun-uzadı bu düsturu çıxartmaqdansa birbaşa S bərabərdir 10 rho omega bölək M düsturundan istifadə edib tapa bilərsiniz uşaqlar. Sonra burada nə var? Elə dediyimlərimizdir. Məsələn 29-da baxın 100 milli 4 molyar. 100 milli 4 molyar. Yəni 0,1 litr vuraq 4. 300 mililitr nə istəyir? Qabda maddələrin kütlələri hansı qablarda həll olan maddələrin kütlələri bərabərdir. Bu eləyəcək 0,4 mol. Bu eləyəcək 0,3 vuraq 2 0,6 mol. Bu eləyəcək 0,125 vuraq 4. Bu eləyəcək 1. Bu da 50 mililitr 0,5 vuraq 8. Bu da eləyəcək 0,4. Hansı kütlələri bərabər deyəndə mol miqdarları hansında bərabərdirsə vuracaqsınız axı natrium OH-ın kütləsinə. Hansıda mol miqdarları eynidirsə, deməli onların kütlələri də bərabər olacaq. Yəni uşaqlar çətin bir şey yoxdur. Bax bu boyda 38-i görürlər. Uşaqlar qaçırlar ki, ay müəllim, mən bunu necə eləyəcəm? Nə bilim 39-u görürlər. Mən bunu necə eləyəcəm? Çətin bir şey yoxdur uşaqlar. Bizim əslində yeni dəyişən dəyişikliklərdəndir. Sadəcə oxu bacarıqlarını inkişaf etdirməkdən ötürü şagirdlər arasında oxuyub tələsirlər, axı oxumaq istəmirlər məsələni axıra qədər. Belə bir tipli məsələlər verilir və bu ildə düşəcək. Düşmə ehtimalı çox böyükdür. Dimdə biz gedəndə də müzakirə edirik. Çox böyükdür. Ona görə də bunları da boş buraxmayın. Buradan bura qədər söz yığında sizə axırı vacibdir. Tərkibində 8,1 qram kalsium hidrokarbonat. Yəni M maddənin yerinə, bax C bərabərdir. M maddə bölək M böyük M vuraq V deyil. M maddənin yerinə qoyacaqsınız 8,1. Böyük M-in yerinə 162 qoyacaqsınız. C-nin yerinə 0,2 qoyacaqsınız. Höknə, buradan da V-ni tapacaqsınız. Yəni çətin bir şey yoxdur uşaqlar. Özdə mililitrdən verib tapacaqsınız.